Çünki bu dünyanın sahibi yoxdur. Yoxdur ki, biri qızılın üstündə oturur, biri yemək tapmır yeməyə. Bu tərəfdə biri acından ölür, su tapmır içməyə. Biri su tapmır bu dünyada. Biri qızılın üstündə oturur. Dünyanın sahibi yoxdur ki, dünya belədir. Və dünyada o sahibinin qədrini bilməyib. 11 dənəsini Allah deyir göndərdim, öldürdünüz. Başa düşməsəz, düzəlməsəz, 12-cini göndərməyəcəm. Gərək ümmət başa düşsün ki, itirib. Vallah deyirəm sizə, bu dediyim cümlələr hamısı kilitdir. Hamısı kilitdir. Yəni qıfılın açarlarıdır bunlar. Bax bu cümlədə. Bayaq birini dedim ki, başa düşməlidir ki, mənim imama ehtiyacım var. Bu da ikinci açardır. Ki ümmət gərək başa düşsün ki, itirib. Yəni mən bir müsəlman olaraq, bir Əhl-i-Beyti qəbul edən bir insan olaraq, mən ən mühüm məsələlərdən biri budur ki, başa düşməliyim ki, məni Allaha çatdıracaq şəxsi itirmişəm.